ABSC kvadrat, MSK isə hipotenuzu 4 kök altı 2 olan bərabər yanlı üçbucaqdır. S üçbucaq MSK-nın SABMKD-yə nisbəti 9-da 1 olarsa, kvadratın perimetrini tapın. Fərz edək ki, MSK üçbucağının sahəsi S-dir. Onda ABMKD beşbucaqlısının sahəsi 9S olacaq. Buradan deyə bilərik ki, SABCD 9S üstəgəl S, yəni 10S-ə bərabərdir. Əgər biz kvadratın BD diaqonalını çəksək, onda kvadratın diaqonalı həmin kvadratı 2 bərabər sahəli üçbucağa ayırır ki, biz tapa bilərik ki, BCD üçbucağının sahəsi 10S bölünsün 2, yəni 5S-ə bərabərdir. Şərtdə verilibdir ki, MSK bərabər yanlı düzbucaqlı üçbucaqdır və hipotenuzu 4 kök altı 2-dir. Bərabər yanlı düzbucaqlı üçbucaq olduğu üçün hipotenuza bitişik bucaqları 45 dərəcədir. Kvadratın BD diaqonalı isə daxili bucağın tən böləni olduğu üçün BCD üçbucağında B və D təpələrinə bitişik bucaqlara 45 dərəcə yazanda artıq görürük ki, üçbucaq CMK üçbucaq CBD ilə oxşar olur. Yəni, oxşarlıq nisbətini qurmaq olar. Oxşarlıq nisbətinə görə deyə bilərik ki, MK-nın BD-yə nisbətinin kvadratı S üçbucaq MSK-nın S üçbucaq BCD-yə nisbətinə bərabərdir. MK parçasının uzunluğu 4 kök altı 2 verib, BD-ni bilmirik, kvadratı bərabərdir. MSK üçbucağının sahəsi S idi, BCD üçbucağının sahəsini isə 5S tapmışıq. Sadələşdirdikdə BD kvadrat bərabərdir 5 vurulsun 32, yəni 160. Buradan isə BD bərabərdir 4 kök altda 10 alırıq. Biz tapdıq ki, kvadratın diaqonalı 4 kök altda 10-dur. Kvadratın diaqonalı A kök altda 2-yə bərabərdir. A kök altda 2 bərabər 4 kök altda 10 yazsaq, A bərabər 4 kök altda 10 bölünsün kök altda 2, yəni 4 kök altda 5 alarıq. Kvadratın perimetri lazımdır. 4 vuraq A, yəni 4 vuraq 4 kök altda 5. Cavabımız olacaq 16 kök altda 5.